Ты начинай работать, но я uydu. Sən çalışmağa başla, amma mən gedəcəm. Beləliklə, no burada hansı rol oynadı? No ilk öncə bağlayıcıdır. Bağlayıcıdır, lakin no xüsusi bir məqamı vurğulamaq üçün olan bağlayıcıdır. Amma və siz davam edirsiniz bir fikir bildirməyə. İntonasiya ilə no və qarşı tərəfin diqqəti sizə yönəlir və siz xüsusi vurğulamaq istədiyiniz məqamı deyirsiniz. Начинай работать, но я уйду. Или же давай познакомиться, но я toroplюсь. Gəl tanış olaq, amma mən tələsirəm. Bəli, no.